İlk ay yoxdur, mən telefon zat verənlərəm. Geçişimdə məşğul. Buna bir yarım saat belə söhbət edelim. Gördüm, bu adam deyildi. Mən də xəstə adamım. Mən dördüncü dəfədir ki, mən tutulub surata gedirəm. Suratda adama vurulub eləmir. Suratda adam əsəb kesildir, nervi kesildir, dəv olursan da psixolojik olunub kesildir. Mənim də ki, dəyməmənə dəyməmsən, mən heç kimlə işim olmasın. Vermədi telefonu, mən də 2 dənə bıçaq atdım. Biri qarnı, biri qoluna. Yapışdım yaxasından tutdum, dedim, səni öldürmək istəmirəm. Mənim telefonumu ver, çıxım gedim mənim telefonumu. Hayır, qarşı, belə eləmə. Xəstə adamam, mən başımı tanı verəməm. Bir daha yox, telefon yoxdur. Axıra kimi dirəndi, vermədim telefonu, mən də durdum. Elsəvərə də dedim ki, gördüm ki, Əbustur yana bilmir. Dedim, tez qaçədə, ged skoru çağır, bu ölməsin. Elsəvər kimin vergi bir 30-40 metr məsafədə görsəndim. Gördüm Elsəvər yavaş gedir, qışqırdım ki, qaç da, yavaş getmə, qaç tez skoru çağır. Ölsə səni də padenik qoşacaqlar mənə. Bir də bunu da dedim ki, o qorxsun, tez geçsin, skoru çağırsın. Mən də telefon saat yoxdan üstürdüm, yığın özüm çağırım skoru. Məsafə də uzaq, özüm də aparı bilmədim. Elsəvər getdi skoru çağırmağa, mən də getdim ki, 1-2 gündə tutulacam. Nəsə işin gücünü yoluna qoyun, çıxın gedir sonra. Belə. Yəni, skor gələn kimdə sağ olur, skor da dünyasını dəyişir. Yəni, mən o adamın adını Küldaxan cürməsində olmuşam. Danışanda bilgər ki, bu adını nədə olur, bilgər var. Yəni, mən bu adamı tanımladım, mənim ona tamam məqsədim olmayıb, nəsə bir quldurçuluq olmayıb, sorğunçuluq olmayıb, öz şəxsi əşyam qalır, demişəm, olar deyil ki, olmur, mən çıxım gedim, mən problem yaratmam. Yəni, bunun üstündə olur.